Salam, hər vaxtınız xeyir olsun. Gününüz uğurlu, ruzulu, bərəkətli olsun, əziz və hörmətli, dəyərli xanımlar və bəylər. Mən Bağırov Azər, sizlərin qarşısında bir video müraciətim olacaq. Çünki bu müraciətim şəhidinə dəyər verən, qazisinə dəyər verən, veteranına dəyər verən mənim həmyerlərim sizlərədir. Dünyada yaşayan Azərbaycan xalqının bütün vətəndaşlarınadır. Gəlin bu vətənimizi gözəl gələcəyi çiçəklənməsi üçün əlimizdən gələni əsirgəməyək, vətənimizi sevək, sevdirək və daima şəhidlərimizi uca tutaq. Çünki bizim 37 min şəhidimiz var. Hər bir şəhidimiz bizim üçün əzizdir. Onların ruhu qarşısında Allah bizləri utandırmasın inşallah. Vətənimizin hər bir qarış torpağında müqəddəs bu gözəl torpaqları qoruyan biz vətəndaşlar çalışağın hər zaman onları, dualarımızı da əskik etməyək, hər zaman şəhidlərimizi yad edək və cümlə şəhidlərimizin ruhuna dualar əskik etməyək. Çünki biz onları unuduruq. 90-cı illərdən indiyənə qədər başımıza gələn olaylarda şəhidlərimizin sayı hesabı yoxdur və onların dəfn olunduğu qəbirstanlıqlarda gördüyümə görə və faktlarla, sübutla sizlərə mən burada mənim necə deyirlər, video çəkilişlərimdə maraqlana bilərsiniz. Çünki şəhidlərimizin məzarlıqları çox bəzi hallarda çox pis durumdadır. Ona görə də mən xahiş edirəm, hər bir şəhərin icra başçısından, kəndin bələdiyyə sədrindən və çalışsın bu haqda bir necə deyirlər, bu barədə işlər görsünlər. Çünki bizim şəhidlərimiz unudulmamalıdır. Onların məzarlıqları itməməlidir. Gələcək nəsillərə onların necə deyirlər, tanınması üçün biz əlimizdən gələni əsirgəməməliyik. Tarix unutmamalıdır. Tarix şəxsiyyətlərin xidmətini heç bir zaman unutmur. Çünki biz xalq olaraq şəhidlərimizə verdiyimiz dəyərə çox önəm verməliyik. Allah məqamını uzaq eləsin cümlə şəhidlərimizin və hər birimiz bilməliyik ki, vətəndaş olaraq bizim boynumuzun borcu odur ki, daima onlara sadiq, onların valideynlərinə sadiq olaq, valideynlərin əllərindən öpək, böyüklüyümüzü, kiçikliyimizi o valideynlərə göstərək, o qayğını göstərək. Allah hər birinizi qorusun. Mənim etdiyim bu video müraciət cümlə Azərbaycan xalqınadır, dəyərli Azərbaycan xanımlarına və bəylərinədir. Allah sizləri qorusun. Xahiş edirəm, heç bir zaman şəhidlərimizi unutmayaq, onlara qayğılarımızı valideynlərinə göstərək. Çünki onlar ölü deyirlər, onların ruhları bizlərlədir və onların ruhlarını incitməyək. Və xahiş edirəm, xalqım, gözəl millətim, şəhidlər xiyabanlarını boş görürəm. İşə gedəndə, gələndə çalışın, hər zaman dualarınızı əskik etməyin. Oradan keçəndə şəhidlərimizi yad edin və bu adətə çevrilsin və xahiş edirəm, dəyərli bacı qardaşlar, övladlarınızı düyününü edəndə, toyunu yəni edəndə xahiş edirəm, biz başa düşünəsiz, fikirləşəsiz və onların ruhu qarşısında övladlarınıza söz verdirəsiz, and içdirəsiz. Çünki onların ruhu onları hər zaman xoşbaxt olması üçün dualarını əskik etməz və o vətəndaşlar ki, həyat qurur, onların qarşısında sayğı duruşu duraraq onlara and içsə daha xoşbaxtçilik gözəl olar və İnşallah mən elə düşünürəm ki, bu adətə çevriləcək. Allahın izni ilə balalar şəhidlər xiyabanda and içəcəklər abidənin önündə. Bunu adətə çevirək. Gələcək nəsillərimiz qoyun bilsin. Biz heç bir zaman bunu unutmamalıyıq. Biz şəhidlərimizi yaşatmalıyıq. Onların ruhu qarşısında and içməliyik və onlara sayğı göstərməliyik. Mən sizdən çox xahiş edirəm, bu haqda düşünəsiz. Bunu adətə çevirək. Biz necə ki, Novruz bayramını biz dədələrdən, babalardan bir adətə çevirərək yaşayırıq və bu and içmə şəhidin önündə
ən birinci vacib məsələ olsun bizim üçün. Çünki övladlarımızın gələcəyi, hər bir şey onların əlindədir. Çünki onların ruhu inciyir və şadlıq saraylarında onların adına himnlər oxunur, onların adına bəzi necə deyərlər, adları çəkilir şəhidlərimizin və sonra da içki məclisində şəhidlərimizin olduğu an və yaxud da onların şəkli olduğu, adı çəkildiyi yerdə içki məclisində şərablar içilməsin. Mən bunu xahiş edərdim xalqımızdan, dəyərli bacı qardaşlardan ki, bunu yol verməyək, onların ruhu inciyir və onları da biz çalışaq, bu işlərdə sadiq olaq. Və əziz və hörmətli, dəyərli bacı qardaşlar, bu adəti mütləq adətə çevrilməli. Şəhidlərin xiyabanında and içməyə, övladlarımızın xoşbəxt olması üçün and içməyə məcburuq. Çünki onların ruhu bizimlədir. Və bizim boşanmaların səbəbi də məhz budur. Çünki onların ruhu inciyir, küsür, onlara saymamazlıq edirik və onların önündə biz baş əymək bizim alın borcumuz olsun inşallah. Həmişə övladlarınızın düyün toyunlarında mütləq və mütləq Şəhidlər Xiyabanında and içmə mərasimi keçirin. Çünki bu çox vacibdir. Həm də bir adətə çevirmək lazımdır. Və onun üçün də xahiş edirəm, gəlin bunu düşünərək, dərk edərək bu işləri unutmayaq. Allah sizləri qorusun, xalqımızı qorusun, dövlətimizi qorusun, ordumuzu qorusun. Allah əskər və zabitlərimizi qorusun. Hal-hazırda bizim keşiyimizi çəkən polislərimizi, polis əməkdaşlarını Allah qorusun. Və mənim dediyim söz bütün yaxşı insanlara aiddir. Kim ki vətənə xəyanət edir, vətənə xidmət etmir, o insanlar incitməklə məşğuldur. Allah da onu hər şeyin inşallah cəzasını özü verər və Allaha həvalə edirəm sizləri və Allah sizləri qorusun, gözəl millətim, gözəl dəyərli bacı qardaşlarım. Var olasınız, nə yaxşı bu vətəndə, bu torpaqda yaşayırıq. Allah sizləri ruzu bərəkət içində yaşamanıza yardımcı olsun inşallah. Ruzunuz bol olsun, ən əsası canınız sağ olsun. Var olun, dinlədiyiniz üçün xahiş edirəm. Bu məsələ haqqında dərindən düşünəsiz və bəyənib paylaşım edəsiz. Qoyun bütün xalqımız eşitməyənlər də eşitsin. Var olun.